birinci tapşırığımız Murov dağ istiqamətindən üzü Kəlbəcər olub. Bilirsiniz, Murov elə bir yerdir ki, oranın hava şəraiti, ərazi relyefi çox çətin bir yerdir da. Böyük yüksəklikdir, hava çatışmamazlığı var. Biz sentyabr ayı artıq orada qar yağmağa başlayırdı. Siz külək hava şəraiti elədir ki, nəfəs almaq hətta biraz çətinləşirdi. Biz orada hərəkət edəndə ilk şəhidimiz var, Abdullayev Sərxan. Deyək ki, dumanlı hava şəraitidir. Murovdağda bildiyiniz kimi biz xəritə ilə hərəkət edirik. Həmən xəritədə o insanın böyük bir fəaliyyəti oldu. Tapşırığı yerinə yetirəndən sonra bizə növbəti tapşırıq gəldi və biz Kəlbəcər istiqamətindən çıxıb gördüyünüz bu Cəbrailə tərəf hərəkətə başlamışıq. Cəbrailənin ərazisinə daxil olandan yağış başladı. Düz biz Cəbrailə təhvil verənə qədər. Həmən o yağışda, həmən o dumanda düşmən bir elə də çox mövqelərində rahat fəaliyyət göstərə bilmirdi. Bu da bizə sərf eləyirdi. Həmin bizi görmürdülər. Görüntümüz tam məhdudlaşırdı. Həm də ki, fəaliyyətimiz də rahat olur da, dumanlı şəraitdə bizim üçün əlverişlidir. Yağışın bizə bir yerdə də bir xeyri oldu ki, bu gördüyünüz o istiqamətdə dərə yatağı var. Yeni hərəkətə başlamışdıq. Həmən dərə yatağına çatanda yağış, dəhşət, leysan yağış başladı. Göz açmağa imkan vermir yağış. Biz orada yağışın səngiməsi üçün, bir də duman çökməsi üçün müəyyən vaxtlıq tərtibləndik. Yaxşı ki, tərtiblənmişik. Sən demə, qarşımızda düşmən artıq bizim gəlişimizi görüb, bizə pusqu yaradıbmış. Biz dayandıq, orada tərtibləndik. Haradasa bir yarım saat, bir saat olardı ki, baxdıq ki, onlardan kəşfiyyata gəliblər. Ki, bəs axı biz gəlirik axı, gözləyirlər bizi, gəlməmişik deyə kəşfiyyata gəliblər ki, hara getdik, haradan keçəsik belə. Əlbəttə ki, kəşfiyyat geri qayıtmadı. Yağış biraz səngimişdi, biraz da duman düşdü. Başladıq biz fəaliyyətə, Cəbrailə istiqamətinə. Gəldik ki, o bizə qurulan pusqu artıq dağılıb, yoxdular orada heç kəs. Çəkiliblər müəyyən postlara, bax orada gördüyünüz o zirvə var, dalğavari yer var, onun üst tərəfində post yaratmışdılar. Əlbəttə ki, postun önündən yox, arxasından keçəsi olduq. Arxasından keçəndə də ki, yenə döyüş fəaliyyəti eləmədik. Birinci növbədə Azərbaycan Respublikasının üstünçülü bayrağını orada dalğalandırıb növbəti tapşırığı gözlədik postla bağlı ki, bizə, çünki biz intizamlı döyüş aparırdıq. Harada nəsə görəndə ona biz silah işlətmək və yaxud da ki, ona qarşılıq vermək bizim yəni olmazdı. Çünki tapşırıq gəlməmiş biz orada hərəkət eləmirdik. Bayraq sancdıq, bölündə özümüz üçün tərtibləndik. Müəyyən bir vaxtdan sonra tapşırıq gəldi ki, həmən o gördüyünüz postu məhv edin deyə. Biz artıq postun yerini də bilirik, hətta arxasındayıq belə, amma postun bizdən xəbəri yoxdur. Biraz da dumanın yenə açılmasını gözlədik, belə deyək. Səhərə yaxın idi, artısa 5-6 olardı. Sakitcəsinə biz o posta arxa tərəfindən yaxınlaşıb, haradasa olardı bir orada 70-80-ə yaxın adam ki, bizi gözləyirlər, mövqeyləniblər, üzü bizə tərəf silahlarını tuşlayıblar. Amma onu fəaliyyətə keçirdə bilmədilər. Gözləmədikləri yerdə, gözləmədikləri anda biz o postu məhv elədik, həmən postu götürdük. Burada görülən uşaqlar ən birinci bura ayaq qoyur. Hər hansı əziyyətlə qoyub, onu hamı gözəl bilir. Allah yerdə qalanlarımızın canına sağlıq versin, şəhidlərimizə yenə rəhmət versin. Şu bayrağın burada dalğalanma səbəbi bizim şəhidlərimiz və yaralılarımız.
burada onların 022 deyəsən, səhv eləmirəmsə, belə bir saxta deyək də, xüsusi təyinatları var. Adı xüsusi təyinatlıdır, özü xüsusidən heç nə yoxdur. Onlar da burada bu hərbi hissənin içində yerləşiblər. Ki, güya indi onlar biz bu hərbi hissənin arama-taramasını eləyəndə bizə nəsə bir fəaliyyət göstərəsilər. Bir şəxsiyyətdə bu açıq ərazi görürsünüz ha. Bu ərazidən üzü hərbi hissə tərəf ara məsafəsini açaraq fəaliyyət göstərirlər, manevr ilə gəlir. Biz sağ tərəfdə mövqeylənmişik, postu almışıq, bayrağımız sancılıb, artıq Cəbrayıllı Azərbaycan bayrağı dalğalanır. Şəxsiyyətimiz bu hərbi hissənin yanına gəlib çatanda artıq bizə də tapşırıq verildi ki, yarı qrup ayrılsın, sağ istiqamətdən bu yerləşən hərbi hissəyə fəaliyyət göstərməyə. Biz də sağdan gəlib bu hərbi hissəyə fəaliyyət göstərməyə gəldik. Köhnə yaşayış yerləri var Cəbrayılın. Həmən evlərin arasından gizlincə gəldik, elə bildiyək keçdik o hərbi hissənin arxa tərəfinə. Yenə həmişəki kimi. Onların bizdən xəbəri yox idi. Harasa bu hərbi hissədə bir 200-ə yaxın şəxsiyyət var idi. Mövqeylənib, gizlənib binalarda bizi gözləyirlər. Amma bizim şəxsiyyətdə görüntü verib ki, onlar başları onlara qarışsın. Görüntü verilənlər bu istiqamətdə, bu açıq ərazidə səpələnib, sep şəkilli deyilən döyüş düzülüşü var. Fəaliyyət göstərə-göstərə hərbi hissəyə gəlirlər. Hərbi hissənin də ki, bu arxasında gördüyünüz o xəritənin üst istiqaməti var ha. Sadəcə olaraq oradan o açıq ərazidə gələn şəxsiyyətə iri saplı silahlardan atəş açılırdı. Çünki hərbi hissənin içindəkilər atəş açmırdı ki, bilərik ki, orada kimsə var deyə. Xəbər yoxdur ki, biz onları bilirik, var deyə. Və onların bizə pusqu qurduğunu da bilirik. Biz də o məhəl qoymadan, yəni fikir vermədik də, elə bildik ki, güya onlar həmən postdadılar və oradan atəş açırlar. Onlar da elə fikirləşir ki, biz o istiqamətə gedirik, şəxsiyyət hərbi hissənin içində pusqu düşəsidir. Amma elə olmadı da, yəni biz özlərini, öz qurduqları təliyə özlərini saldıq. Sağ istiqamətdə bir balaca kənd var, bizdən qalan kəndlərdəndir. Kəndin içindən keçməliyik, daha doğrusu üstündən keçməliyik. Biz Çin məsləhət gördük ki, meşə ərazisi biraz orada sıxdır deyə, orayla gedək görüntü vermək. Belə bu kəndin içinə girə-girdə gördük ki, bir dənə Ural maşını gəlir. Üstə Ural gəlir, da erməni Uraldır. Buna biz avtomatik pusqu atmalıyıq. Urala bir dənə pusqu atdıq, içində 6 nəfər şəxsiyyət oldu. Bir şofer, bir də yanında oturan var idi. Bunları vurmuşuq, düşə bilməyiblər maşından, amma arxasından düşüb bizə tərəf necə deyirlər, atəş atırdılar. Onları da məhv elədik. Maşın, sən demə, sursat maşınıymış. Bizim üstümüzdə, kəndin üstündə post var. Həmən postda sursat aparırlarmış. Bunlar da bizlə, yəni, üzbəyiz çıxdı deyə. Biz də onları buraxmadıq sözün açığı. Postda xəbər tutdu ki, artıq postun həndəvərində biz varıq. Gəlmişik. Başdalar o bizi iri çaplı silahlardan ateşə tutmağa, bizi, necə deyərlər, məhv eləməyə çalışmağa da. Biz həmən kəndin ətrafını qəşəng tərtiblənib, səliqəli. Bizdə 60-lıq min atan heyəti var idi, İbadov Şamxal. Məsələn, İbadov Şamxal o postu o minamyotla, deyək ki, darmadağın elədi. O 60-lıq minamyotla, çünki çox yaxın idik postla. O minamyotla fəaliyyət göstərir, biz də posta girməyə çalışırıq. Postun ətrafına fırlana, orasından, burasından, sağ-sol, axır ki, o postu da götürdük. Yəni, orada İbadov Şamxalın fəaliyyəti böyük oldu da, yəni bizə köməklik elədi ki, biz o postu rahat şəkildə götürə bilək, o minamyotla, 60-lıq minamyotla. Gördüyünüz o zirvə var, onun arxa tərəfindədir. Çay kənarında balaca bir meşədir. Biz burada tərtiblənəndə, orada harasa bir 100-ə yaxın şəxsiyyət olardı. Yəni ki, fikirləşirlərmiş ki, bizə oradan əlavə hücuma keçsinlər. Gəldə orada tərtibləndilər. Görürük də biz zirvədə yaxınları görürük, müşahidəsini aparırıq. 15-20 dəqiqədən sonra tapışıq gəldi ki, onlar orada məhv olmalıdır da, yəni oradan çıxım, ya və yaxud da ki, geri çəkilim, söhbət olmaz. Sakitcə qəşək
necə deyərlər, taktikamızı qurub başladı ora fəaliyyət göstərməyə. Yarım saat çəkmədi. Biz həmən o balaca meşəlikdir orada, yekə ağaçlardır. Səhv eləmirəmsə qoz ağaçları olmalıdır orada, yadımdan çıxıb. Həmən ərazidə bu şəxsiyyəti elə göz açmağa qoymadıq da, yəni gözləmirdilər də daha doğrusu. Onlar yenə deyirəm, elə bilirdilər ki, həmişə hansısa posta girəndə onlar elə bilir ki, biz yəni onlara köməyə gəlmişik. Elə fikirləşirdilər, amma yaxın əraziyə çatanda ayılırdılar ki, yox, biz köməyə gəlməmişik. Biz öz torpaqlarımızdan onları qovmağa gəlmişik. Cəbrayılı işğaldan azad edəndən sonra tapşırıq verildi ki, ondan qabaq aldığımız zirvədə tərtiblənək. Həmən zirvəyə tələsib çatmaq üçün tez-tez hərəkət edirdik. Bu bulağın yanından keçdim. Yəni, vaxt eləyib oradan su içə bilmədim. Həm hava yağışlıydı, suya adam bir elə çox tələbatımız yox idi. Fikirləşdimsə, nə vaxtsa gəlib mən bu bulaqdan su içərəm, o da bu günə qismət imiş. Biz 2 il bundan qabaq mən bu bulağın yanında, arxasında, önündə vətənimin, torpağımın işğaldan azad olmaq üçün fəaliyyətlər göstərmişəm. Bu günə qismət imiş ki, gəlib buraları yenidən görmək, bu abadlaşdırılmanı görmək əlbəttə ki, qürur hissi verir, sevinç hissi verir. Cəbrayıldan sonra isə bizə tapşırıq verildi Füzuli. Biz elə Cəbrayıldan birbaşa hərəkətimiz olub üzü Füzuli istiqamətinə. Amma Füzuli istiqaməti o demək deyil, Füzuli rayonundan üzbəyiz, yox. Bizim istiqamətlər hamısı belə deyək də, rayonun arxasına keçmək olub. Ona görə Cəbrayıldan elə birbaşa üzü Füzuliyə tərəf hərəkət eləmiş. Füzuliyə tərəf hərəkət edəndə, bəli, orada da bizim qabağımıza maneələr çıxıb, orada da postlar olub. Bəzi postlar olub ki, bizdən xəbər tuta bilməyib ki, biz o postların arxasına keçib, həm onlara gələn kömək yolu tutmuşuq, onlara gələn təminat yolunu tutmuşuq və yaxud da ki, onlar öz, necə deyərlər, şəxsiyyəti gələr kimi bilib, biz onların maşından istifadə edib birbaşa postlarına girmişik, elə allacıman evlərimiz olub. Bir gün Füzuliyə hərəkət edirik, amma çox açıq ərazidir, hədsiz dərəcədə açıq ərazidir. Gecə hərəkət eləyəsi olduq. Gecə vaxtı gedirik də, ara məsafəsini açmışıq, səliqəli döyüş düzülüşündən fəaliyyət göstərəsiyik. Qabağımıza hər hansı bir maneə çıxsa, fəaliyyət göstərəsiyik, sözsüz. Amma aldığımız məlumata görə maneə yoxdur. Müəyyən bir yerdə bir dərə yatağı var idi. Deməli, o dərə yatağına girməmişdən öncə ərazinin, dərə yatağının kəşfiyyatı aparılır. Kəşfiyyat aparıldı, Dövlət bəy var idi, Yunusov Dövlət bəy. Sağ olsun. Demək olar ki, şəxsiyyətin haradasa %90% onun sayəsində sağ qaldı. Ki, o adam dərə yatağına qoymadı bizi girməyə. Ki, o bura girməyik. Erməni səsləri eşitmişəm, kəşfiyyat aparan zaman. Nəsə, dərə yatağına girmədik. Müəyyən bir vaxtla dərə yatağının üstünə hərəkət elədik. Demək olar ki, tam qrupun, taborun daha doğrusu, ortası postun, deyək ki, üzbəyüzünə çatanda başladılar dərə yatağını atəşə tutmağa. Onlar fikirləşib görməyiblər bizim, yəni, çünki çox sonradan qurulma postu, təcili qurulmuş postu da ki, ona görə bizi dəqiq müşahidəmizi aparmamışlar. Başladılar
dərə yatağını atəşə tutmaq. Özdə bilirsiniz, atəş var, atəş. Bunlar çox iri çaplı silahlardan atəş açırlar. Hətta elə ani momentdə deyək ki, o qaranlıq, o zülmət qaranlıq işıqlaşdı da. Elə bil ki, həmən dərə yatağından gün çıxır. Bax, elə bir vəziyyətə gəlib çatıb. Biz dərhal mövqeyləndik. Əlbəttə ki, daha orada bizim atəş açmağımız, bizim necə deyərlər, təcrübəsizliyimiz olardı. Atəş açmadıq, sakit hər kəs mövqeyləndi. Atəşin bitməyini gözlədik ki, atəş bitsin, görək sonra nə alarlar. Amma bizdən xəbərlər yoxdur. Elə bilirlər biz dərədəyik. Və elə fikirləşdilər ki, bizi o dərədə onlar məhv eləmiş kimi də. Yəni o qədər atəş açıblar. AQS-dən, iri çaplı silahlardan, hər şeydən atəş açırdılar. Gözlədik, atəş, onların atəşi bitdi. Və başladılar işıq sala-sala həmən dərə yatağına müşahidə aparmağa ki, görək bizi vurublar yoxsa yox. Amma biz dərənin üst istiqamətindəydik, elə bil postla üzbəüz. Səliqəli orada mövqeylənmişik, hər öz mövqeyini tutub, bunların hərəkətini gözləyirik ki, görək bunlar nə etmək istəyir. Elə bir an yarandı ki, inansız orada o İbadov Şamxalan minomyotu orada fəaliyyət göstərdi, 60-lıq minomyotu. Dərənin içinə başladı minomyotla vurmağa. Sonra bizim xidmətdə olan qardaşlarımız var ki, PK silahından başladılar fəaliyyət göstərməyə, PK-şkilərimiz var idi. Ki, onlar o dərə yatağından çıxa bilməsinlər. Müəyyən bir hissəsi postda idi, amma dərə yatağında da demək olar ki, 50-60-a yaxın insan məhv eləmişdik. Sonra onlar da ayıldı ki, bunlar səhv yerə pusk atıblar, biz orada deyilik. Gözlədik səhərin açılmağını ki, bu post harada yerləşib, biz posta necə girə bilərik və onlar da hal-hazırda şokdadılar. Səhər elə harada saçılırdı. Yeni hava işıqlaşan fason olmuşdu ki, biz artıq postun arxasındaydıq. Onlar bizdən xəbəri yoxdur. Onlar axşam atdıqları pusku, axşam biz onları məhv elədiyimiz istiqamətdə mövqe alıb gözləyirlər. Görmək üçün bizi. Səhər aslanınca artıq biz onların arxasındaydıq. Elə arxasından da girib həmən postu məhv eləmişik. Tapşırıq verildi ki, Füzuliyə heç bir maşının nə girə bilməz, nə də çıxa bilməz. Füzulinin girəcək yoluna pusk atdıq. Haradasa bir 14 nəfər şəxsiyyətlə Füzulinin girəcək yerinə pusk atdıq. Onların haradasa bir 10-a yaxın maşınlarını vurduq. Bilirsiniz, Füzuliyə qədər bizim elə bir vəziyyətdə getmişik ki, çünki biz çox öndəydik, arxadan da bizə təminat gətirirdilər, şəxsiyyət gətirirdi, piyada gətirirdi. Biz özümüz istəmirdik. Daha doğrusu ki, onlar bizə gətirsin. Çünki biz burada torpaq, vətən müharibəsi aparırıq. Çünki nə yeməyin, nə sursatın, nə olsa biz bunu əldə eləməliydik. Ələl xüsusən də yemək təminatına baxışım ehtiyac duymurduq. İstəmirdik daha doğrusu ki, gətirsinlər deyə. Tapşırıq gəldi ki, artıq yetər də dayanı geri çəkilin, posta gəlin, çünki Füzuliyə plan hazırlanmalıdır. Geri çəkilən momentdə bu momentdə bir maşın gəldi. Bilirsiniz, o maşın elə bil Allah Taala'nın bizə göndərdi. Tamam ki, siz bu maşına pusk atın. Maşına pusk atdıq, 2 nəfər idilər. Maşından düşə bilmədi. Qabaq maşınlara az sursat sərf edirdik ki, həm sursatımıza qənaət edirdik. Həm də ki, daha artıq şofer vurmuşuq, o birisi də düşəndə o birisini vurasıyıq. Maşında hardasa dayanasıdır. Amma buna o qədər sursat sərf elədik ki, yəni maşın bizim qabağımızdan aralaşmasın, daxırıncı maşının. Arama taramasını eləyib çıxarıq. Arama tarama bilirsiniz nə oldu? Elə bir ki, göydən düşmədən maşın başdan ayağa təminatdır bizim şəxsiyyət üçün. Biz hardasa bir həftə orada fəaliyyətimiz oldu Füzuli rayonunda. Çünki bizə dəfələrlə orada hücuma keçdilər, əks-hücum əməliyyatı həyata keçirdilər. Yəni yenə xeyir olmadı. Biz o maşından istifadə etmişik. Bizə təminat göndərirlər ki, təminat artıq çatır, biz ona yaxın durmurduq ki, yox, ehtiyacımız yoxdur, var hər şeyimiz.
Şuşa istiqamətinə birbaşa biz Şuşa istiqamətinə getmədik. Biz Laçın koridor istiqamətinə getdik. Birinci növbədə Laçın koridorunu tutduq ki, Şuşaya Laçın istiqamətindən gələn köməkdir, təminatdır. Yenə dediyim kimi də Allah'cı manevr elədik, qarşılarını kəsdik, blokadaya saldıq, belə bir şey elədik. Laçın koridoru. Bu Laçın koridorudur. Baba bu yolu biz tutmuşuq. İndi hərəkət edirik. Hansı tərəfə gedirik biz? Şuşaya tərəf. Şuşaya tərəf. Koridor bizdədir inşallah. Laçın arxamızdadır. Allah qoysa Şuşadan sonra Laçına gedəcəyik. Allah'ın köməkliyi ilə 38 gün acığını aldıq axır bunlar. Allah bütün qardaşlarımızı qorusun. Amin ya Resulallah. Amin. Bu koridordur, Laçın koridoru. Sonra da Şuşaya hücuma keçdik ki, artıq biz Şuşaya çatanda Şuşanın demək olar ki, bizə düşən yolu açılmışdı. Biz daxil olduq Şuşaya, Şuşada da əməliyyatlar həyata keçirildi. Sonra elə biz Şuşa əməliyyatında çox fəaliyyət göstərmədik. Bizə tapşırıq verildi. Yenidən Laçın istiqamətində müəyyən bir yüksəklik var. Həmən yüksəkliyin tutulmasından bağlı. Üzü Laçın istiqamətinə fəaliyyətə keçdik. Hardasa Laçının bir 5 kilometrliyində zirvənin başında onlar özləri üçün post qurmuşdu, düşərgə salmışdılar ki, belə bir şey deyək də. Çünki oradan yenidən Şuşaya əks hücum əməliyyatı həyata keçirdəsiydik. Həmən vaxtı biz gecə hərəkət edirik ki, görüntü verməmək üçün gecə hərəkət edirik. Demək olar ki, bir təpədir, həmən zirvəyə çatmamış. Təpənin yamacında balaca bir əzgil ağaçları var. Ki, o əzgil ağaçlarından biz, necə deyərlər, özümüz üçün həm gizlənmə mövqeyi hazır eləmək istəyirdik. Həm də ki, indi yolumuzun üstünə çıxıb. O əzgil ağacına çatda yenə tapın, deyək ki, kəşfiyyata aparıldı. Baxdıq ki, bizdən qabaq ora ermənilər artıq yerləşib, orada oturub bizə pusqu qurublar. Çünki onlar biz yolla gəlmişdik deyə bizi görmüşdülər. Heç özlərindən də xəbər olmadan yenə arxalarına keçib həmən o əzgilikdəki insanları düşmən deyək də, onları məhv eləyib zirvəyə yenə fəaliyyətə başladıq. Artıq ayın 8-i axşam həmən zirvə bizdə idi. Artıq ayın 9-cu günü səhər saatları darısa 10-11 arası belə olar ki, onlar yenidən hücuma keçdilər biz Şuşa istiqamətinə. Artıq texnika ilə, şəxsiyyətlə bir yerdə meşədən istifadə edərək hücuma keçmişdilər. Biz onların Laçın koridorunda 2 dənə texnikasını vurmuşuq. Yəni hərəkətini məhdudlaşdırmışıq. Hətta geriyə də çəkilə bilməyib texnikalar. Elə yolun ortasında qalmışdılar Laçın koridorunda. Gələn şəxsiyyəti də ki, imkan vermədik bir sözlə həmən posta yaxınlaşsınlar. Sonra başladılar ağır arteriyadan istifadə eləməyə. Hədsiz dərəcədə artıq ağır arteriyadan istifadə eləməyə başladılar. Ki, o arteriya mərmisindən mən də yaralandım, Badim də yaralandı və bizdən də əlavə 18 nəfər orada yaralandıq. 9-u biz orana saxladıq. 9 axşam saat 6-ya qədər biz ağır arteriyadan hücum oldu, dayanmadan. Amma yenə biz o postu buraxmadıq, postu saxladıq ki, baxmayaraq axıra 8 nəfər qalmışdıq. Yenə də müqavimət göstərməyə hazır idik, yaralansaq belə. Biz ayın 10-cu günü də xəbər tutduq ki, bəs gecə saat 2 radələrində Cənab Ali Baş Komandan atəşkəs imzalayıb, artıq döyüş dayanıb.